Bəzən bir insanla tanış olursan və elə ilk baxışdan nəsə fərqli hiss edirsən. O baxışlar dərin, sakit, amma sanki bir sir daşıyır. Bax, bu əqrəb qadınıdır. O səni dinləyərkən sanki ruhuna baxır. Heç nə demədən səni anlayır. Və maraqlısı odur ki, sən özünü onun yanında həm güvəndə, həm də biraz təlaş içində hiss edirsən. Çünki onun enerjisi sadəcə görünmür, hiss olunur. Əqrəb qadını digər bürclərdən fərqlənir. Çünki o hər şeyi dərindən yaşayır. O səthi münasibətləri sevmir. Saxta gülümsəmələr ona yaddır. Əgər o səni sevirsə, səmimi sevir. Əgər inanmırsa, heç bir söz onu inandıra bilməz. O sakit görünə bilər, amma içində böyük bir dünya var. Hər hadisəni, hər sözü, hər baxışı yadda saxlayır. Bəli, onun intuisiyası bəzən qorxudacaq qədər güclüdür. İnsanlar bəzən deyirlər ki, əqrəb qadını sanki hiss edir. Əslində o sadəcə hiss etmir, duyur. Biraz düşün. Səncə belə bir qadını anlamaq asandırmı? Şərhlərdə yaz. Sən heç əqrəb qadını ilə yaxın olmusanmı? Əqrəb qadının müsbət cəhətləri çoxdur. O səssiz, amma iradəlidir. Qorxmur. Sevdikləri üçün hər şeyi edə bilər. Məqsəd qoyubsa, heç kim və heç nə onu yolundan döndərə bilməz. Onun yanında olsan, istər-istəməz sən də dəyişirsən. Daha güclü, daha da duyarlı olursan. Çünki o sənin içindəki potensialı hiss edir və səni ruhlandırır. Bəs mənfi cəhətləri? Əslində bu cəhətlər onun dərinliyindən gəlir. O hər şeyi çox düşünür. Bəzən bir söz belə onun beynində uzun müddət qalır. Əgər inciyibsə, sakitləşməsi vaxt aparır. Amma bu kin deyil. Sadəcə hisslərini gizlətməyi bacardığı üçündür. Əqrəb qadını susanda demək çox düşünür. O bağışlaya bilər. Amma eyni səhvi ikinci dəfə görəndə artıq soyuq olur. Bu soyuqluq cəza deyil. Sadəcə bir qoruma mexanizmidir. Əqrəb qadını həyatında kimisə seçibsə, deməli, həmin insan onun üçün dəyərlidir. Amma bu qadını itirmək çox asandır. Çünki onun etimadı bir dəfə qırılıbsa, geri dönmür. O həm sirdir, həm zəriflik, həm də güc. Bəzən sakit görünür. Amma onun sakitliyi fırtına kimidir, səssiz, amma dərin. Bir sual verim. Səncə əqrəb qadını bu qədər güclü olmağı seçir, yoxsa bu sadəcə onun təbiətidir? Şərhlərdə yaz, fikrini bilmək maraqlı olar. Və əgər səni əqrəb bürcü kişilərdə maraqlandırırsa, şərhlərdə bəli, istəyirəm yaz. Növbəti videoda onların gizli tərəflərindən danışım. Unutma. Əqrəb qadını ilə qarşılaşmaq təsadüf deyil. Bəzən o sənin həyatına dərs kimi gəlir. Bəzən də dəyişmək üçün. Amma bir dəfə tanıdınsa, onu heç vaxt unuda bilmirsən.